İstəyirdim İmam Hüseyni ziyarətə getmək. Heç vaxt getməmişdim. 2017-ci ildə belə içimdə o qədər arzulayıram. Elə istəyirəm getmək. İndi hansısa işlə bağlı, nəyləsə bağlı alınmır. Həyətdə iş görürdüm. Yay aylardı. Belə istədim elə çay qoyum içim bir. Dincəlmək üçün susuzumdan da yanıram. Getdim məhəllə marketinə və balaca. Oradan su aldım ki, küçədə xoşlamıram su içməyi isti havalarda xüsusən. Dedim həyətdə içim. Belə evə çatmağıma az qalıb. Gördüm məhəllə uşaqlarından biri qaçır. Belə maykada satdı balaca uşaq. Qaç tutdu oynayırlar. Nəsə oynayırlar su içindədir belə qaçır. Qaça-qaça da belə əlimdəki butulkaya baxa-baxa qaçdı. Yay ayı, sərin su əlimdə. Baxa belə qaçdı. Çağırdım ki, gəl bura. Suzumu sab idi. Rövşən əmi. Dedim Allah. Verdim və işte xırda əməldir də 40 qəpiklik sudur. Verdim uşağa. Həyətə girdim. Üstündən bir 6-7 dəqiqə keçib, 10 dəqiqə keçməyib. Dedim telefonuma zəng gəlir ki, Rövşən tez xarici pasportu göndər mənə. Dedim nə məsələdir? Tez mütləqdir. Bir adam var deyib ki, Rövşəni göndərir Kərbəlaya. Tez bu dəfə bizimlə getməlidir. Yəni bu adamların, bu Əhl-i Beytin səninlə olan təmasıdır. Necə görürsən bunu? Bax mən nə iş görürəm?